edəcəyik. Diktaban davam edir və biz yavaş-yavaş hiss edirsiniz ki, həm 8 marta qədər, həm 8 mart günü, həm 8 martdan sonra mütləq şəkildə qadınların cəmiyyətdəki rolundan danışırıq. Niyə? Çünki qadınların nə qədər dəyər qatdığını və həyatın müxtəlif sahələrində aktiv iştirak etməklə hər kəsin həyatına dəyişik etdiyini göstərmək istəyirik, eləcə də böyüyən gənc nəsillərin. Elə bugün mövzumuz əslində startup ekosistemində qadınların roludur. Bu mövzuya həm startup olan anlayışda, həm ekosistem, ümumiyyətlə bu sistem necə çalışır, bunun barədə danışacağıq. Təbii ki, qonağımız Femtech platformasının təsisçisi Nəzrin Quluzadə ilə bərabər. Sabahınız xeyir, xoş gəldiniz. Sabahınız xeyir, xoş gəldiniz. Salam. Salam. Xoş gördük sizi. Ötən aylarda qonaqlarımızdan biri belə bir fikir səsləndirmişdi ki, qadınlar ən yaxşı investorlardır. Bilmirəm, bu nə qədər seksist yanaşmadır, amma istənilən halda evdə də, bir ailədə də kişilərdən daha çox qadınlar yığımcıl olurlar pul mənasında. Düzdür, israfçı, məsrəfi çox olan xanımlar da var. Gəlin bu faktorları unutmayaq. Amma bu fikirdən irəli çıxaraq istəyərdim ki, gəlin danışaq bu nüansdan ki, qadınlar startup sahəsində nə dərəcədə həvəslidirlər və məhz startup layihələrə investisiya etməyə nə qədər maraqlıdırlar? Ümumiyyətlə, bu mövzu ölkə üçün, ölkə gündəmi üçün yeni bir mövzudur və tək startupda yox, biz müşahidə edirik bir neçə istiqamətlərdə qadın-kişi bərabərsizliyini biz görə bilirik ki, bəzi, məsələn, deyək ki, pedaqoji sahələrdə daha çox qadınları görə bilirik, amma texniki sahələrdə kişilərdir və eyni ilə startupda inovativ bir şey olduğuna görə, inovativ bir biznes olduğuna görə və mütləq ki, onun qurucusunun, yaradıcısının texniki bacarığı olduğuna görə biz qadınları da bu sahədə az görürük və elə bu yoldan çıxaraqdan biz platformanı təsis elədik. Amma ümumi baxsaq, bir neçə statistik məlumatlara baxanda da, baxmayaraq ki, qadınlar bu sahədə azlıq təşkil edirlər. Amma məsələn, qadınların təsis elədiyi startuplar daha az maliyyə məsələlərini düşünürlər. Onlar daha çox həmin qurduqları platformanın sosial təsirlərinə daha çox fokuslanırlar. Məsələn, bu da ola bilər ki, bəlkə də elə buradan çıxaraqdan qadınlar təsis etdiyi startuplarda daha çox, belə deyək, uğursuzluqlar bəzən ola bilər. Amma bu da dediyim kimi, daha çox kişilər bir istiqamətdən baxırlar. Qadınlar daha çox multitask olduğuna görə, bir neçə işi paralel şəkildə apardıqlarına görə bəzən bir neçə uğursuzluqla qarşılaşırlar və bu, halbuki azlıq təşkil edirlər və hər qarşılaşdıqları uğursuzluq daha çox gözə batır və bu sahədə elə başa düşülür ki, qadınlar əslində uğursuzdur, amma əslində belə deyil. Qadınlar çünki daha məsuliyyətlə yanaşırlar olduqları, ümumiyyətlə apardıqları sahələrə. Və əlbəttə biz də istəyirik ki, bu sahələrdə, bu yeni bir anlayışdır, amma burada biz qadınları da görək. Bəs o startuplar sırasında qadınlar investisiya etməyə həvəsli olurlarmı ki, sırf təkcə startup müəllifi deyirlər, həm də investisiya edirlər hər hansı bir startupa? Yoxsa kişilərdən gözləyirik? Bilirsiniz, bu biraz necədir? Ölkədə, məsələn, investorlar qrupu var. Bunlar bir klubdur. Eyni ilə də onlar daha çox klubun üzvlərinə biz baxanda, onlar Azərbaycandan mən danışıram, onlar kişilərdən ibarətdir. Bu da oradan gəlir ki, mən deyərdim, biraz bizdə maliyyə məsələlərində, ailədə də kişilər daha çox ön planda olur və qadınlar daha çox yatırım eləməyə yox da qazanmağa və bunu daha çox biz kişilərdən gözləyirik və sanki belə normal bir işmiş kimi, yəni biz bunu normal olaraq qəbullanırıq və yığıma yox da, daha çox, məsələn, yatırıma yox da, biz daha çox qazanıb nəyəsə xərcləməyi ön planda tuturuq. Bəli, bu təəssüflər olsun ki, Azərbaycan ekosistemində qadın investorları biz çox az görə bilirik. Yəqin ki, bu layihənizdən sonra bu məsələ bir qədər fərqli olacaq və ümumiyyətlə platforma yaratmaq ideyası necə ərsəyə gəldi?
Ümumiyyətlə 5 illik bir statistikanı, datanı biz analiz elədik və bu dataya baxanda gördük ki, startup tədbirlərində, ümumiyyətlə yarışmalarında qadınlar çox azlıq təşkil edir və bu statistika 75-25 idi çoxluq olaraq və bəzilərində hətta daha az idi. Ortalama bu şəkildə idi və buradan elə yola çıxaraqdan platformanı qurduq ki, mütləq bir xəbərdarlıq yaratmaq üçün və bəzən bilirsiniz necə başa düşülür, xüsusi olaraq bir qrup üçün, bir segment üçün hər hansı bir işi görəndə elə başa düşülür ki, həmin segmenti daha çox ön plana çıxarmağa çalışır hər hansı bir platformanın sahibi və s. Amma məsələ bu deyil. Məsələ odur ki, oradakı bərabərsizliyi aradan qaldırmaq üçün biz bu platformanı qurduq və elə oradan irəli gəlir ki, ekosistemdə nəinki biz startupda təsisçisi, startup təsisçisi, hətta komanda üzvü kimi də bir qadını görmək çox çətin idi və artıq yavaş-yavaş qadınlar da bu sahəyə yönəlməyə başlayıblar. Nə yaxşı. Burada bir məsələ də var. Bilirsiniz, anlayış özü də yenidir. Yəni Azərbaycan üçün də anlayış yenidir və təbii ki, burada əsas məsələ məhz maliyyələşmə mənbəyidir. Çünki yəqin ki, mən bilmirəm, mən soruşuram, mənə maraqlıdır. Ümumiyyətlə, şirkətlərin, məsələn, venture kapital deyir də, riskli kapital. Bu riskli kapitalı ayırırmı ümumiyyətlə bizdə şirkətlər? Mənbələr kifayət qədərdirmi? Yəni, ümumiyyətlə, startup anlayışının inkişafı üçün yəqin ki, həm də startupa maliyyə qoyacaq mənbələr olmalıdır da. Bu kifayət qədərdirmi? Aha, bu yaxşı sualdır. Əslində bu startup, bu ekosistem bir neçə qurumlardan ibarətdir əlbəttə ki. Burada özəl sektor ayrı olaraq, dövlət sektoru ayrı olaraq maraqlı olmalıdır ki, ölkədə startupları necə inkişaf elətdirsinlər. Bizdə hal-hazırda startupı inkişaf elətdirən özəl qurumlar isə bunlar adətən, məsələn, şirkətdir, özəl şirkətdir. Ona görə startupa maraqlıdır ki, onun hər hansı bir, məsələn, bankdır, bank daxili hər hansı bir funksiyasını artırmaqdan ötürü bir startupı öz şirkət daxilində yetişdirir. Amma biraz bizdə o azadlıq, startupa azad bir şəkildə, azadlıq vermək bu yoxdur. Məsələn, tək şəkildə startupa investisiya eləyib onu dəstəkləmək biraz bizdə azdır. Ondan mütləq ki, qurumlar artıq özündən asılı şəkildə eləyib startupın beyin məhsulundan istifadə eləyirlər. Adətən bu şəkildə biz görürük və bir qurum daha da böyüməyə başlayır. Çünki orada artıq texniki və innovativ vasitələrdən istifadə olunur. Amma baxmayaraq ki, əgər onlar imkan yaratsalar, paralel şəkildə bir neçə startupın inkişafı artıq ölkədə baxın, ekosistemin, bazarın, iqtisadiyyatın nə qədər də inkişafına gətirib çıxara bilər. Ümumiyyətlə, qloballa müqayisə eləyəndə bizdə bu innovasiya xeyli biz arxadayıq və bunun da əlbəttə ki, bir neçə səbəbləri, müstəqillik və s. onlar da müəyyən rol oynayır. Amma artıq gənclər maraqlıdırlar, gənclər artıq məlumatlıdırlar və biz təkcə deyə bilmərik ki, bu kimlənsə gözləyə bilmərik ki, mütləq bizə yatırım eləsin. Bu elə deyil. Mütləq biz, məsələn, bizə müraciət edirlər və müraciətlərin ilkin formasında bizə deyirlər ki, bizə maliyyə mütləq lazımdır. Bu da biraz absurd məsələdir. Mütləq ki, sən özün bir brendi qurmalısan, brendi yaratmalısan. Biz ona pitch deck deyirik, yəni investorun qarşısına çıxanda hazırladığın, göstərdiyin təqdimatdır. Bu təqdimatı sən bir hazırlamalısan ki, sən sonra investor qarşısına çıxasan və inandırmalısan, bəli, əsaslandırmalısan. Bəzən startuplar özləri də inamsız şəkildə gəlirlər və sən birinci öz məhsuluna inanmalısan ki, bu uğurlu olacaq. Məsələn, buna bu qədər yatırım olsa, bu 5 ildən sonra, 3 ildən sonra bu qədər returnlə, bu qədər geri dönüş sənə, maliyyə geri dönüşü olacaqdır və belə problemlər bəzən ola bilir, bəli. Qadınlar kişilərdən fərqli olaraq, bilmirəm nə qədər obyektivdir mənim fikrim, ekoloji məsələlərdə daha həssasdırlar. Bunun səbəbi onların analıq instinkti iləndir, qoruma instinkti iləndir. Əslində, avtomobili idarə edərkən də çox ehtiyatlı olmaqları da bu instinktlə bağlıdır. Yəni, daim qorumaq varsa, bir od qoruyucusu kimi qadınlar təbiəti daha həssas yanaşırlar. Yəqin ki, düşünürəm ki, startup layihələrinin sırasında həm də ekoloji startuplar, ekoloji problemlərin həlli üçün hər hansı bir startuplar irəli sürülür. Deməzdim ki, sırf Azərbaycandan misallar gətirək, amma dünyada belə nümunələr varsa, sadalayardıq. Bəli, ümumiyyətlə qadınla kişinin yaradışından qadının daha çox
sahələrdə belə deyək, sahələrə qayğı göstərməsi elə onun da müəyyən istiqamətlərdə ixtisaslaşmasına gətirib çıxarır və həmin ixtisaslaşma Daha güclü tərəfidir qadın. Bəli. Və həmin ixtisaslaşmaya görə də elə onlar olduqları sahələrdə startaplar qururlar. Məsələn, biz çox nadir hallarda görə bilərik ki, sosial təsiri olan startapları kişilər təsis etsin. Məsələn, bayaq da onu gətirdim. Kişilər daha çox bir startap qurursa onun maliyyəsinə fikir verirlər, amma qadınlar daha çox onun sosial təsirinə, faydalılığına nəzər yetirirlər və fokuslanırlar. Və sizin sualınıza gələrəkdən isə, bəli, elə ekoloji sahələrdə də dünən biz bir tədbirdə idik və tədbirdə yenə 8 mart ərəfəsində bir neçə istiqamətlərdən olan spikerlər var idi və spikerlərdən biri də elə BMT-nin dayanıqlı inkişaf məqsədlərindən olan bu ekoloji sahədən olan spiker idi. Və elə bundan da biz yola çıxaraqdan görürük ki, qadınlar daha çox bu istiqamətlərdə. Məsələn, orada dayanıqlı inkişaf məqsədlərinin Azərbaycan üzrə səfiri qadındır. Və bu qayğılardan irəli gələrəkdən görürük ki, qadınlar daha çox burada aktiv belə deyək, fəaliyyət göstərirlər. Eyni ilə qlobalda da onun kimi ekoloji startaplar bizim ölkə üçün məsələn hal-hazırda fokuslandığımız startap sahələri deyil, nə baxımdan? Bizdə daha çox biz görürük təhsil istiqamətində, satış istiqamətində və fintech, biz buna bu bank sahələri üzrə belə deyək, maliyyə istiqamətləri üzrə biz startapları görə bilirik. Amma qlobaldan yaxşı nümunələr var. Yəni ki, hansı ki, bəli, qadınların təsdiqi. Yəqin ki, indi müharibədən sonra Qarabağ zonasında o ekoloji böhranla bağlı buna ehtiyacı olunacaq. Əgər bu cür startap layihəsi olan, belə bir təklifləri olan xanımlar varsa, tamaşaçılarımızın arasında və yaxud da ailədə belə bir adam var, həmin o xanımlar indi işdədir, bizi izləyə bilmirlərsə, yəqin ki, fokuslanan, çünki hədəflərdən biri də Qarabağda quruculuqla bağlı, məhz o uzun illər, 30 il orada aparılmış ekoloji terrorla bağlı olan problemləri aradan qaldırmaqdır. Bəli, elə sizin bu sözünüzə qüvvət olaraqdan, elə biz onu da deyirik, mütləq indi Qarabağ bölgəsində yenidən qurma işləri həyata keçirilir və mütləq ki, orada bizneslər qurulacaqdır və biz kütləmizə də deyirik ki, bəs niyə o bizneslər elə ənənəvi yox da innovativ bizneslər olmasın və ona investisiya da elə innovativ biznesə yatırılsın və o daha da sürətlə böyüsün. Bəli. Elə istənilən layihəyə başlayanda insan özünə sual verir ki, bəs görəsən mənim hədəf kütləm kimdir və mən o hədəf kütləsinə xitabən necə daha tez çata bilərəm? Sizin hədəf kütlənizə çatmağınız baş veribmi, çata bilmisinizmi? Özünüz haqqında məlumatları çatdıra bilmisinizmi? O nöqtələndiyiniz insanlara ki, bax, bunlar bizim hədəf kütləmizdir və onlar bizim fəaliyyətimiz haqqında məlumatlı olmalıdırlar. Bəli, elə bir dövrdə artıq yaşayırıq ki, öz müştərilərimizlə deyək, biz bunu müştərilər adlandıraq və kütləmizlə, hədəf kütləmizlə artıq əlaqələr ənənəvi yollarla yox, daha innovativ yollarla, bu veb-sayt üzərindən, sosial media üzərindən, mail üzərindən əlaqə saxlanılır və biz artıq müəyyən bir kütləyə çatmışıq, bəli, artıq var. Biz deyək ki, qadınlarla, qabaqlar daha çox qadınlara, orta yaşlı qadınlara fokuslanılırdıqsa və sonradan gördük ki, yox, mütləq ki, startapa, əgər biz ondan danışırıqsa, uşaqlardan da başlamaq lazımdır və qız uşaqlarına da artıq fokuslanmışıq. Amma belə deyək, məsələn, burada deyək, məsələn, Bakıda yaşayan biridir və o artıq bizim haqqımızda məlumatlıdır. Deyək ki, məktəbdən və s. bir startap eşidibdir və bizim kimi platformanı görən kimi, deməli, startap artıq bizim bir kütləmiz halına gəlir. Amma bizim könül istəyir ki, daha ucqar ərazilərdə yaşayanlar olsun və mütləq ki, onlar da, məsələn, dayanıqlı məqsədlərdən də yenə mən misal gətirəcəm. Orada BMT-nin əsas bu istiqamətlərindən biri də qızların digital vasitələrdən istifadəsidir, rəqəmsal vasitələrdən artıq istifadəsidir və onsuz da ki, bizim bu təhsil sistemi də onlayna keçid elədiyinə görə ucqar ərazidə yaşayan insanlar da artıq texnologiya ilə müəyyən məcburiyyətdən də olsa artıq iç-içədir və biz artıq müəyyən layihələri də elə regionlar üçün eləyirik ki, regiondakı insanlar da ən azından məlumatlı olsunlar və
artıq onlar universitet həyatına gələndə startapın nə olduğunu bilsinlər və müəyyən yerdən komandalarını toplayıb başlasınlar ki, bir startap təsisçisi kimi. Ümumiyyətlə, böyük bizneslər dünya təcrübəsində var, startaplardan başlayıb. Çox əhəmiyyətli bizneslər var ki, sırf startap layihə olaraq başlayıb, sonra isə yəni başını alıb gedib, dünya o haqda bilib. Startap haqda məlumatlara baxanda, yəni siz danışdıqlarınızı deyəndə, ümumiyyətlə startap nədir sualına birinci cavab verməliyik ki, yəni özümüz üçün də müəyyənləşdirək ki, bu nədir? Burada mütləq uduzmaq var, bu riskli biznesdir. Yəni mütləq ki, sən qazanacaqsan deyə bir şey yoxdur. Bu fikirdir, ideyadır. Yəni startap əsas ideyadır, sonra o qoyulan maliyyə. Yəni proses özü biraz çox mərhələlidir. Yəni insanların qavraması üçün, başa düşməsi üçün, yəni cəmiyyətin anlaması üçün bunu. Və məsələn İsraildə 780 layihəyə mən şoka düşdüm. 25 milyard dollar sərmayə qoyulub 2021-ci ilin nəticəsinə baxanda 25 milyard dollar. Və əsasən bunlar da hərbi startaplardır. Yəni bu 780 layihənin baxırsan statistikasına daha böyük ehtimalla bu siz dediyiniz məsələdir. Yəni ümumi inkişafa xidmət edən bir şey hərbi istiqamətdədir. Bizdə mən belə düşünürəm ki, bizdə daha çox tez gəlir əldə edilə biləcək sahələr, startap layihələri daha çox istiqamət götürülə bilər. Ümumiyyətlə, maraqlıdır Azərbaycanda trenddə hansı layihələrdir? Məsələn, bu top trendi var bunun ki, 5 istiqamət var ki, daha çox biz bu istiqamətə gedirik və bu istiqamətə həm də investisiya ala bilirik. Yəni, investisiya ala biləcəyimiz top trenddə hansıdır? İlk öncə onu deyək ki, bu startap bəli, riskli biznesdir və innovativdir. Mütləq ki, orada bir innovativ bir nəsə olmalıdır. Bu proqram hər hansı bir app ola bilər, telefon üçün ola bilər, bir veb-sayt olsun softverdə və yaxud da və risklidir və bu risk mütləq ki, ölçülə bilmir. Yəni, və bizim ilk 3 ildə, 5 ildə startapdan gəlir əldə eləməyimiz bu biraz mümkünsüzdür və biz startap qurucusu biraz daha səbirli olmalıdır ki, belə necə desək ki, bizdə o yoxdur. Bəli, bəli. Səbirli olmalıdır və ondan gələcək olan gəliri artıq daha gərgin şəkildə işləməlidir. Startap təsisçisi məsələn 9-dan 6-ya iş rejimi yoxdur. O daha çox daha flexible olur işləri. Məsələn 6 bazarda 7-24 startap təsisçiləri işləyirlər gərgin halda ki, bunun 3 ildən, 5 ildən sonra artıq bu qoyduqları əmək milyonla geri dönəcəkdir. Yəni, bu artıq onlar üçün bir motivasiya olur ki, əziyyət çəkirlər və onun nəticəsini uzun müddətdə görəcəklər. Eyni ilə də bəzi startaplar var ki, qeyd elədiniz, bu hərbi startaplardır. Bunlar isə daha uzun müddətdə gəlir əldə elətdirir və gətirir və bu biraz insanından da asılı olaraqdan da dəyişir ki, artıq sən buna yatırım eləyirsənsə, sən bunu gözləməlisən. Qısa müddətdə bir gəlir əldə etmək bu biraz mümkünsüzdür. Amma bizim startaplara isə baxanda, bizdəkilər bayaq dediyim kimi daha çox təhsildədir. Hansı ki, təhsildən daha tez götürmək bəli, mümkündür. Daha çox təhsildədir, maliyyə sektorundadır, sonra satışdadır, e-commerce biz buna deyirik. Daha çox o istiqamətlərdədir və bir neçə artıq yavaş-yavaş maraqlı sahələr də var ki, məsələn, bizə müraciət edirlər. Məsələn, qadınlar. Qadınlar hər gün açırlar onların deyək, soyuducularını və nə yemək bişirəcəklərini bilmirlər. Amma soyuducuda deyək, bir neçə tərəvəz var. O tərəvəzləri həmin applicationda qeyd edirlər və o application onların qabağına yeməkləri çıxarır ki, siz bu yeməkləri və bir neçə mətbəxdən olan yeməkləri çıxarır. Bunun adı Turpdur, startupın və onlar artıq bizim inkubasiya mərhələsindədirlər. Komandalarını formalaşdırıb prototipi hazırlayırlar. Yəni, bu tip fərqli istiqamətlərdən də olan startaplar olur. Əlbəttə, bu startaplar bizdə qlobalda var. Amma bu o demək deyil ki, Azərbaycanda həmin startaplar təsis olunmamalıdır. Xeyr, Bolt var, eyni ilə Uber da var. Hər ikisi startapdır və hər ikisi bazarı müəyyən qədər tutubdur fərqli funksiyalarına görə, fərqli, deyək ki, üstün tərəflərinə görə. Bəli. Elə mən onu deyəcəkdim ki, Turpa bənzər bir layihə var xaricdə, Estoniyada və misal üçün orada tələbə olan bizim Azərbaycanlı gənclərimiz çox fəal istifadə edirdilər. Çünki məlum məsələdir ki, tələbə olanda insanın soyuducusunda
olanda məhsullar məhdud ola bilər. Nə tapıla bilər bilinir. Əməlli başlı onlara çox böyük yardım edirdi. Nə yaxşı ki, artıq bizdə də var. Yəqin ki, tezliklə o application işə salınar. Mən istifadə eləyərəm ondan. Mən də böyük məmnuniyyətlə. Nə bişirim abi? O söhbəti, o bir arzu deyir, nə bişirim, nə vereyim abimə? Nə bişirim abi? Doğrudan çox əhəmiyyətli sualdır. Adam durur qalır, görürsən nə bişirək? Və burada da əsas elə segmenti düzgün tutmaqdır. Yenə dediniz, məsələn, tələbələr. Deməli, artıq tələbələrə daha çox fokuslanmalıdır. Kimlər ki, daha seçim qarşısında qalırlar yemək bişirmək üçün və yaxud da belə. Araşdırma eləyəndə məhz startaplarla bağlı maraqlı bir nüans ortaya çıxdı ki, sən demək qadınlar kişilərdən fərqli olaraq sağlamlıq məsələlərinə daha həssasdılar, daha diqqət edirlər və bir check-up'a ehtiyacı varsa, check-up edilənlərin sayında qadınlar daha çoxdular. Bilmirəm, yəni burada da yəqin ki, qadınlar ana olurlar deyə, yəni artıq həkim, hər bir qadın ana olduqdan sonra və yaxud da ana olana qədər məcburi artıq istəməsə belə məcburi həkim müayinəsindən keçir. Amma kişilərin belə bir etapı olmur, dönəmi olmur ki, onlar həmin o vaxt, üstə gəldi bir insanın inkişafı ilə bağlı, sağlamlıqla bağlı onlar daha çox diqqət edirlər. Çünki bir uşaq böyüdürlər. İstər-istəməzdən onlar bu nüanslara diqqət edirlər. Və biraz öncə də danışdığımız məsələlərdə qadın sağlamlığı əslində müəyyən mənada ekologiyaya ziyan verir. Yəni gündəlik istifadə etdiyi müəyyən gigiyena vasitələrini nəzərə alsaq, maraqlıdır ki, burada statistika nəyi deyir? Startap layihələrdə sağlamlıqla bağlı, check-up edilməklə bağlı, reproduktiv sistemlə bağlı, misal üçün qadınların arzu olunmaz hamiləlikdən uzaq olmağı üçün hansı maraqlı startap layihələr var ki, bu sırf qadın sağlamlığına fokuslanır? Aha, ümumiyyətlə sağlamlıqla bağlı, tibblə bağlı bir neçə startap var, ölkədə də var. Bunlar həkimi rahatlıqla tapaq, məkanı da rahatlıqla tapaq, adətən bu kimi funksiyaları var. Amma ki, yəqin ki, bəzilərimiz də istifadə eləmiş olaraq ki, qadın hamilə olduğu dönəmlərdə bir application, o yüklüyür bir applicationu və həmin application vasitəsindən uşağın həftəlik olaraq ana bətnində hansı inkişafını orada görür, hansı ölçüdə olmağı, həmin müddətdə hansı qidalardan istifadə eləməyi və s. Və elə buradan yola çıxaraqdan demək istəyirəm ki, ümumiyyətlə qadınlarla bağlı xeyli sayda belə deyək, startaplar var və bəzən bizim adımız da elə Femtech adı da qlobalda qadın sağlamlığıyla bağlı bir startap mənasından irəli gəlir. Sadəcə bizimkisi brend oradan gəlib ki, texnologiyadakı qadınları startapa yönəltmək. Biz bu istiqamətdən adı götürmüşük. Elə Femtech, hansı ki Fintech kimi, EdTech kimi eynilə qadın sağlamlığıyla bağlı startapları mənasını verir. Yəni əslində biz diqqət eləməli olduğumuz şeyləri, daha doğrusu istifadə etdiyimiz adi həyatımızda görürük ki, yavaş-yavaş bu startapa keçir. Həyatımızı asanlaşdırmaq üçün bir dönəmlər, bilmirəm Azərbaycanda bu var ya yoxdur, amma xaricdə artıq bu tətbiq olunur. Bu smart saatlardır. Smart saatlar bizim haqqımızda, sağlamlığımız haqqında çox böyük bir bilgilər alırkən, nə vaxt təzyiqimiz qalxdı, nə qədər yatdıq, bizim ürəyimiz nə zaman daha çox döyündü. Yəni bunu biz hər gün özümüz çek etməsək də, o artıq qeydiyyatlar var. Və xaricdə həkim müayinəsinə gedəndə artıq onlar aylıq və yaxud da həftəlik özləri ilə bağlı məlumatı ötürürlər o smart saatla həkimə. Həkim artıq bu soruşmur ki, dünən necə hiss edirdiniz? Çünki çox adamı bu dinamik həyatdan çox şey unuda bilərik, dəqiq bilməyə bilərik, amma saat hər şeyi qeydiyyata alır. Yəqin ki, bizim də səhiyyə sistemimizdə artıq bu bir startap layihəsi kimi tətbiq oluna bilər ki, ola bilər ki, insan özü fərqində deyil. Gül kimi Ceyhanı dedi, getdi. Hə, satdı pulsuz. Aha. Heç nə. Aha. Sükut düşdü. Yəni, bu əslində çox maraqlı bir layihədir. Bunu da tətbiq edə bilərlər, xüsusən də qadınlar. Aha, onu qeyd edim ki, biz bu yaxınlarda noyabr ayında Uşaq Hüquqları Hakatonunu təşkil elədik və orada iştirakçılar hakatonda, hansı ki hakaton 48 saatlıq bir dönəmdir və orada innovativ, hansısa bir problemlərə innovativ həll yolları tapılır. Orada uşaqlar, məktəbli yaşlı uşaqlar idi. Mənim oğlum oradaydı. Doğrudan, nə xoş. Orada uşaqlardan biri elə bu ideya ilə gəlmişdilər ki, məsələn, uşaqlar deyək ki, hər hansı bir problem yaşayırlar, amma uzaqdadılar. O saat vasitəsindən o saat mütləq ki, əlaqələndirilməlidir polislə, valideynlə, necəsə datalar ötürülməlidir. Uşaq hər hansı problem yaşayanda uşağın ürək döyüntüsü vasitəsindən problemdə olduğu
müddəti situasiyada və olduğu. məkanı artıq polis tərəfindən, valideynlər tərəfindən bilinir və uşağa artıq ilkin yardımlar göstərilir. Belə bir təkliflə gəlmişlər və əlbəttə bu qlobalda çox belə deyək, adiləşmiş bir məsələdir. Artıq bu hər kəs bundan istifadə edir. Bizim üçün yenidir və bunun belə bu tip saatların və s. istifadəsi artıq biz buna hardware deyirik və bunun çox xüsusi bir zavoda mı, bir qurğuya ehtiyac var ki, o formalaşsın, düzəldilsin. Yəni belə deyək, daha Texnoloji həlli yenə də. bəli, yenə də texnoloji. Məsələn, o saatlarla bağlı mənim öz fikrim var. Buyurun. Deyim necə? Məsələn, mənim qızım da elə istifadə eləyir və məsələn, ürək döyüntüsü, təzyiqi mənə də tövsiyə edir ki, ana bax, mən təzyiqimi də bilirəm, ürək döyüntüsü. Amma mən məsələn, bir saata bağlı qala bilmərəm. O saatın daxil bir şey var, o sənin ağıllı telefonuna bağlı olmalıdır. Yəni, məni o darıxdırar. Ürəyim çox tez-tez döyünər ki, mən məsələn, bir saata bağlı, yəqin köhnə fikirdən bağlıdır. O hələ ki ona öyrəşməmişsən də. Məsələn, saatı mən bir saat taxmağı, yəni eyni saatla eyni telefona bağlı olmağı məni o darıxdırar. Bir neçə dəfə düşünmüşəm o saata, amma həmişə Demək ki, yox, yeni elə bir sistem quraşdırılmalıdır ki, o hətta bizim istifadə etdiyimiz analoq saatlara əlavə olunur. Bəli, yəni telefona Yəni taxıb çıxartmaq olur. Kəmərlərini dəyişirik saatları. Və yaxud da bir telefona bağlı olmasın da, başa düşün. Yəni sən bir saat alırsan və sən artıq bu telefonla bu saat sən hara getsən səndən də sən onu olmasın. Elə olmasın. Yəni o fərqli şeylərə qəbul olunsa, bax Səma deyim. O belə mənim kimi məsələn darıxa biləcək, özünü sıxıntıda hiss edə biləcək adamlar üçün rahat istifadə ola bilər. Qollarını o kilidlənmiş kimi hiss etmirsən. Səma super. Doğrudan mənim hisslərimi ifadə edir. Mənə elə gəlir ki, mən onu deyəm, mənə elə gəlir ki, o saat məni bağlayır nəyəsə. Yəni mən bir neçə dəfə saatın qarşısında durmuşam, istəmişəm alım. Məsələn, qızım tərifləyir, ana, bax ürək döyüntüm, təzyiqim. Mən elə biləm ki, mən bağlanacam psixoloji olaraq. Fikrim ki, yox, mənə lazım deyil. Deməli, bunu da həll etmək. Yəni, bütün bu nüansları əslində startap layihələri veriləndə uzun zaman bunu işləmək lazımdır. Hər cür fərdin həyat tərzini nəzərə almaq lazımdır. Biz təşəkkür edirik sizə. Sizinlə söhbətimiz bizə ona görə xoşdur ki, biz qadınların bu sahədə aktivləşdiyini gördükcə gələcəyə doğru ümidlərimiz artır və qətiyyən bir nüansı mütləq qabardaraq çatdırmaq istəyirik ki, biz müəyyən situasiyalarda, müəyyən sahələrdə qadınların üstün tərəflərini irəli çəkməklə heç də kişilərin bu sahələrdə zəif olduğunu vurğulamaq istəmirik. Biz əksinə kölgədə qalmış qabiliyyətini və yaxud da ki, bir əks cinsin qadından necə yararlana bilərik, kişidən necə yararlana bilərik, qadının güclü tərəfi nədir, kişinin güclü tərəfi nədir, onları ortaya çıxartmaq üçün hədəfləyirik. Yəni, unudulmuş, gözdən kənar qalmış üstün tərəflərini diqqətə çəkmək istəyirik və bugün qonağımız startup ekosistemində qadınların rolu haqqında danışdı. Femtech platformasının təsisçisi Nəzrin Quluzadə idi. Sizə uğurlar. Təşəkkür Çox maraqlı işiniz var. Çox sağ olun və mən də dəvətinizə görə təşəkkür edirəm və onu da vurğulamamış getməyim. Çox nadir hallarda mən görə bilirəm ki, televiziya kanallarında ümumiyyətlə startaplara yer verilir. Halbuki burada mediada özü böyük bir rol oynayır. Mən keçən sizin proqramda da Peyrifin təsisçisini mən gördüm və çox belə deyək, burada medianın da üzərinə müəyyən rol düşür ki, rol modelləri, qadın rol modelləri izləyicilərə çatdırsın və görsün ki, bu realdır. Azərbaycanda da kimsə startup qrupdur və uğurludur. Ona görə mən də sizə təşəkkürümü bildirirəm. Minnətdarıq. Sağ olun.